Bu gözəl təmir olunmuş bina əvvəl 58-60-cı illərə qədər Laçın şəhər su elektrik stansiyası olub. Yəni Laçın çayda Laçın şəhərini su elektrik stansiyası ilə təmin edən stansiya olubdur. Sonraki Mingəçevir su elektrik stansiyasının xəttinə qoşuldu, yüksək gərginlik xətt çəkildi Laçına. Çox dağlardan, nə bilim, çətin relyefli şəraitdən Qubadlı tərəfdən gəldi. Və onda buranı verdilər Laçın yağ pendir zavoduna. Nəinki bu. Səfyan çayda biri var idi, Həkəri çayının üstündə. Biri vardı Minkət çayında, yuxarıda. Biri vardı stansiyanın Fircan çayında. Nəsə bir neçə yerdə var idi. O Fircan çayında olan, Səfyan çayında olan və bu çayda olan stansiyaların binalarını verdilər Laçın rayon yağ pendir zavoduna. Mən də burada 1985-ci ilin may ayından ta işğal olunana qədər bu zavodun direktoru olmuşam. Sonra da 2003-cü ildə də məni fəaliyyətə dayanılmış zavoda təyin elədilər. Sonra da elə ərzəmi də işə girəndə almışdılar. İndi dövlətin sərəncamında da Əmlak Komitəsinin, indi Əmlak Komitəsinin sərəncamçısı da yerdə səlahiyyət nümayəndəlikdir. İndi kimə veriblər? Allah yerini qismət eləsin inşallah. Burada çox xatirələrim var mənim. Gözəl burada kollektivimiz var idi. Çox Allah ölənlərə rəhmət eləsin, qalanlara can sağlığı versin. Laçının o axır vaxtlar ölkə seyri dağılmaq üzrə idi. Onun kimi kənd sərfəti da çox bərbad günə qalmışdı. Süd sağılmırdı, çox az. Bu boyda zavoda mən düzü bura müasir tipli Rusiyadan müasir tipli su deməli üçün lazım olan avadanlıqlar, xaladenik qurğular, soyuducu qurğu, sonra deməli süd saxlayan çənlər alıb gətirmişdim. Bir qrupun düzəltmişdik, bəziləri elə həyatda dururdu. Sonra bizdə tonlarla duz olurdu, gəlirdi pendir üçün makaradan gedib gətirdi, boçqa olurdu, işçilər üçün yorğan, döşək, nə bilim, hər şey olurdu bizdə. Və süd də olurdu, amma süd azalmışdı. Elə də olub ki, vallahi xatirələrimi deyim, bir neçə dəfə olubdur, mənim yanıma adam gəlib ki, anası ölübdür, əzizləri ölüb atası, yağ lazımdır ki, yemək pişirməyə, qonaqlar gələcək. Raypoda da yoxdur, verməyiblər heç aradan. Opitdə, Raypoda deyiblər, yoxdur, çıxmıyor. O da gəlib mənim yanıma, məndə də yağ yox. Demişəm, vallahi Allah ki, bax, get isklata bax, uşaqlara deyim, baxın, yağ yoxdur. Yazıq ağlayıb, mən də ona qoşulub ağlamışam, bax, Allahın da olsun. Allah şahiddir, bir də ki, o dövrü yaşayanlar, bizlə işləyənlər və digər tanıyanlar məni bilirlər. Bizdə çiyə var idi, yağ deməli, yağın üzü də belə deyək. Belə südün üzü, çiyə. O çiyədən Allah rəhmət etsin, qiymət arvad vardı, çox səlqəli qadınıdır. Ona tapşırıq, ona bir korokya yağ düzəltdirib vermişəm. Ona yox, bir neçə dəfə olub elə. Bir, iki, üç dəfə elə hadisələr olubdur. Ağlayıblar. Mən də arvadlar nə qədər ağlasa gözümdən yaş çıxmır, nədirsə də, indi yəni demirəm, yanmıram. Amma kişi ağlayanda özümü saxlaya bilmirəm. Belə xatirələrim var. O tərəf bizim o qara stolbalar olan yer bizim deməli yağ pendir zavodunun skladları idi, bizim siximiz ora. Burada kənd vardı, gözəl insanlar, qonşularımız. Allah ölənlərə rəhmət eləsin, qalanlara can sağlığı versin. Yəni Elxan Hayef Cavan öldü, rəhmətlik, bizim ambardarımız idi, inventar ambardarı. Çox əxlaqlı, tərbiyəli oğlandı. Qardaşı da həmçinin onu kimi aydın. Burada yaşayır indi. Allah ona rəhmət eləsin. O tərəfdə yağ pendir zavodu qutarandan sonra deməli 13 nömrəli yol istismar idarəsinin asfalt beton zavodu idi. Oranı müdürlər çox olubdu. Tofiq mənim dostum Noruzov orada gözəl işləyir. Vaqif Məhərrəmov mənim ağsaqqal dostum, qohumum. Nadir Səfərəliyev rəhmətlik mənim dostum. Allah Vaqiflə Nadirə rəhmət eləsin. Allah Tofiqə salamaçılıq versin. Və o kim işləməklə asıl olmayaraq o zavodu mənim dostum Əhmədov Tahir İsov idarə eləyirdi. Yəni o adam işinin fəhləsi ki deyirlər, həqiqətən işinin fəhləsi o adamıdır. Yəni onun gördüyü işə heç kəs ondan narazı ola bilməzdi. Çox keyfiyyətli o vaxt üçün də biz bilmirdik axı. Sən deməyəsən asfaltın da keyfiyyətlisi olur, betonun da keyfiyyətlisi olur. Bax o çox keyfiyyətli məhsul istehsal eləyirdi. Yəni şəhər, rayonumuzun yollarına çəkilməyə. Bu dərə ilə sel gəlirdi. Mən burada direktor təzə gəlmişdim. O keçalat deyirlər, keçidlər, turbalar, böyük turbalar. 1 metr, 2 metr, nə qədərsə dərinliyində. Ondan hardansa tikintidən aldım.
Getdim oranın ekskavatorundan qazıdım o yolu. Cəmaət elə həmişə alqış edirdi. Bax, bura gözəl kəndidir. O Dədə Qorqud deyir, ha, Bəyliyə sus demədim, mən Dədə Qorqud. İndi buranın adını sonra qoydular Sus. Sus da gözəl kəndimizdir. Bu deyə bu dağın üstündə idi. Çox təəssüf ki, nəysə, sağlıq olsun, kəndlərimiz bərpa olunur. Ad əsas deyil, əsas odur ki, insanlar bura yaxın köçürlər, yaşayırlar. Allah o gün olsun ki, arasında olanlar hamısı gəlsinlər. Tahir, bax, burada da sənin qardaş iş yerindir. Bilirəm ki, Laçından ötərin çox darıxırsan. İnşallah Ruslan səni gətirər, gələrsən Laçında bu işlədiyin yeri, ata yurdunu, ondan sonra gəzdiyin uşaqlıqda, cavanlıqdan sən ovçu olmuşsan, ovçuluq elədiyin yerləri, ana yurdumuzu gəzərsən inşallah. Burada xoş günlər yaşayarsan Allahın köməkliyi ilə.